Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül bəlağa. Müminin 3 saatı var. Rəbbi ilə razü-niyaz etdiyi saat, öz məişətini təmin etdiyi saat, özü ilə halal və gözəl şeylər arasında ləzzət almaq üçün ayırdığı saat. Ağıllı adama bu 3 şeydən başqası üçün səfər etmək rəva deyil. Məişətini düzəltmək üçün, yaxud məad işində addımlamaq üçün, ya da haram olmayan şeylərdən ləzzət almağa görə. Dünyaya rəğbət və meyl göstərmə ki, Allah sənə onun çirkinliklərini göstərsin. Xəbərsiz olma ki, səndən xəbərsiz deyildilər. Danışın ki, tanınasız, çünki insan dilinin altında gizlənib. Öyünməyini kənara qoy. Kibir və lovğalanmağı başından çıxart və qəbrini yadına sal. Dünyadan sənə tərəf gələni götür və səndən üz çevirəndən sən də üz çevir. Nə çox söz ki, təsiri hücum etmək və sıçramaqdan daha çoxdur. Hər nə ilə kifayətlənmək mümkündürsə, o bəsdir. Ölüm, alçalmaq və həqirlikdən üstün və daha yaxşıdır. Aza razı olmaq, yaxınlaşmaq və yaltaqlıq etməkdən daha yaxşıdır. Oturduğu yerdə bir şey verilməyən kəsə, durduğu yerdə də verilməz. Ruzigar 2 gündür. Bir gün sənin şadlıq və kam almağın üçün, bir gün isə çətinlik və nakamlığın üçün. Buna görə də şadlıq günündə itaətsizlik etmə və çətinlik olan günündə səbirli ol. Övladın atanın, eləcə də atanın övladın boynunda haqqı var. Atanın övladın boynunda olan haqqı budur ki, o, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha itaətsizlikdən başqa hər bir şeydə ataya tabe olmalı, itaət etməlidir. Övladın, atanın boynunda olan haqqı isə budur ki, ona yaxşı ad qoysun, onu ədəbli və gözəl əxlaqlı tərbiyə etsin və ona Qur'an öyrətsin. Gözəl iy, bal, minik minmək və yaşıllığa baxmaq qəm və kədərləri aradan aparan ofsunlardır və xəstələr onların vasitəsilə sağalarlar. Xasiyyət və əxlaq cəhətindən xalqa yaxınlaşmaq, onların kinlərindən amanda olmaqdır. Biz Allahla birgə bir şeyə malik deyilik və O, bizi malik etməyincə heç bir şeyə malik olmuruq. Buna görə də bizi bir şeyə malik edəndə, onun özü bizdən daha qabaq malikdir ki, boynumuza vəzifə qoyur. Həmin şeyi bizdən alan deyilsə, o barədəki vəzifəni boynumuzdan götürür. Varlıların Allah yanında olan savabı əldə etmək üçün yoxsullara qarşı təvazökar olmaları necə də gözəldir. Onlardan gözəl isə, yoxsulların Allaha arxalanaraq varlılara etinasızlıqları və əyilməmələridir. Kim azad insanlar kimi səbr etsə, səbirlidir. Əgər səbr etməsə, təcrübəsiz nadanların unutması kimi yaddan çıxaracaqdır. Oğul canım, özündən sonra dünyadan heç nə qoyma. Çünki onu 2 şəxsdən biri üçün qoyursan. Ya Allahın itayət və bəndəliyi yolunda sərf edən kəs üçün ki, belə olan surətdə o, sənin bədbəxt olmağına və ziyana uğramağına səbəb olan şey ilə xoşbəxt olur. Ya da Allaha qarşı günah və itayətsizlik edən kəs üçün ki, belə olan halda o, sənin onun üçün topladığın şeyə görə bədbəxt olur və sən onun günah etməsinə köməkçi və yardımcı olmusan. Bu 2 haldan heç biri sənin özün üçün seçib götürməyinə layiq və münasib deyil.